Salam əzizləyicilərim, hər birinizi kanalımda xoş gördüm. Bugün mən sizə Çin matapilaların, yəni matapilaların daha doğrusu necə kodlanır onu göstərəcəm. Öncəliklə əzizləyicilərim, sizə bildirim ki, əgər bu işdə ilk sizsə, heç matapiladan heç anlayışınız yoxdursa, tövsiyə eləmirəm ki, siz bunu istifadə edəsiniz. Bunu kimsə yanınızda böyüdən və yaxud da başı bilən insanın yanında istifadə eləsəz daha yaxşı olar. Onun yanında istifadə eləsəz daha yaxşı olar. Öncəliklə matapilada olanları mən sizə göstərim yavaş-yavaş. Əziz izləyicilər, bax bu gördüyünüz bu. Əgər matapilanı yeni almışsınızsa və yaxud benzində, bakda benzini tutarıbsa, bunu basaraq 3-4 dəfə, bura benzin gəlir, yığılır. Siz burada görürsünüz ki, bakda olan benzini artıq karbüratora göndərir. Bu bizim on-off knopkamızdır. Mən sizə bunu göstəreyim. Xətt yuxarı olduqda deməli matapila qoşuludur, hasar aktivdir, ki qoşuludur. Bu qoşuludur, yumruda isə bağlanıb. Bu isə bu pasosdur. İndi pasosun nə olduğunu sizə izah edəcəm. Pasos əziz izləyicilər, siz əgər matapilanı gün ərzində istifadə eləməmişsinizsə, motor soyuqdursa, bunu çəkirsiniz. Çəkdikdən sonra startı 2 dəfə çəkirsiniz. Startı 2 dəfə çəkdikdən sonra matapilada avtomatik səs eşidəcəksiniz. Bunu çəkdiniz. Motoru knopkasını hazır rejimə qoyursunuz, aktiv rejimə qoyursunuz. Bunu siz bağlı eləsiniz, bu aktiv olmasa, bu aşağıda olsa, matapila nə qədər bunu kodlayacaq, bu kodlanmayacaq. Buradan isə yağ tökülür, üzr istəyirəm, benzin tökülür, buradan isə yağ. Yağ tövsiyə edirəm ki, litri 2 manatlıq, 3 manatlıq yağ alıb tökəsiniz, işlənmiş yağ alıb tökməyəsiniz. Bu startdır, bax bu startdır, əzizləyicilər, bu startdır. Bunu çəkirsiniz, bu matapilanı kodlayır. Bəli, bu qədər əzizləyicilər. Bunu da ki, bu çox deyirlər, pasos deyirlər. Bunu avtomatik əllə bax belə vuranda görürsünüz qayıtdı öz yerinə. İndi necə kodlanır onu göstərəcəm. Birinci, matapilada çoku çəkirsiniz, pasosu çəkirsiniz. Çəkdiniz, offdan onu atdınız, 2 dəfə çəkirsiniz. 2 dəfə və yaxud da 3 dəfə. İndi fərq eləmir, sizin qol gücünüzdən asılı. Çəkdikdən sonra görəcəksiniz ki, motor boğulur. Motor boğulanca, əgər motor boğuldu, söndürsə, fərq etmir. Çoku qabağa itəliyirsiniz və yaxud da əlinizi qaza vurursunuz, çox qabağa gedir. Pasos qabağa gedir. Ondan sonra avtomatik matapilanı onda kodlayırsınız, matapila kodlanır. İndi mən sizə göstəreyim bunu. Üzr istəyirəm əzizləyicilər, mən sizə bunu göstərə bilmədim. Deməli, bax bu. Bu gördüyünüz tormozdur, ruchnoydur. Matapilada ruchnoy işini görür. Bunu xalastoyda olanda görürsünüz, sef qabağa dala rahat gedir, gəlir. Yox, əgər bunu qabağa itələsəm, görürsünüz, sef qabağa dala girmir. Yox, bunu əgər dala eləsəm xalastoyda, görürsünüz, sef öz avtomatik, öz rahat fırlanır. Bu qədər. Bu həmişə arxada olmalıdır. İstifadə edəndə arxada olmalıdır. Siz ruchnoyda istifadə edərsəz, Feredo yandıra bilərsiniz. İndi isə kodlanma qaydasını göstəreyim. İndi mən sizə bunu tam aydın göstəreyim. Deməli, nə ayırırıq? Çoku çəkdim. Ona gətirirəm. Açar aktivdir. İndi isə kodlayıram. Əzizləyicilər. Çox açıq, kulçatır açıq, 2 dəfə kodlayıram. Yanında olaraq yaxşı ki, daşı zadı götürəsiniz. Çünki sefə dəysə daş kütləşir. Allah. Gördünüz, avtomatik matapila kodlandı, söndü. Bu deməli, motor artıq hazır vəziyyətdədir. Ancaq motora hava axını gəlmir. Porsche-nə, karbüratorda hava axını yoxdur. Hava olmayanda da motor işləməz. İndi mən çoku qabağa edəcəm, yenidən kodlayacağım. Görəcəksiniz ki, matapila kodlanır.
Əlinizlə də itələyə bilərsiniz, yaxud da qazda sıxa bilərsiniz. Gördüğünüz kimi əzizləyicilər, matapilin kodlanmasını göstərir. Bir də əgər yeni matapil aldınızsa, yağı tökdükdən sonra yağa baxın. Görürsünüz, sep yağlanıb. Yəni sepdə yağ var. Əgər sepdə yağ olmasa, sep qızıb aşına bilər. Yəni şişin ucu qızacaq və sepiniz də xarab olacaq. Yəni bu qədər əzizləyicilər. Məsləhətdir ki, mən xodladım, yerində də tez qaz verdim. Məsləhət olar ki, yəni yaxşı olar ki, əsas siz motopilanı xodladınızsa, bir yerində 1 dəqiqə istifadə yerində qızsın. Yerində yağ dövriyyəsi baş versin. Yox, əgər mənim kimi elə xodladınız, oturacaqsınız qazın üstündə, motora bu ziyandır. Yəni bu qədər əzizləyicilər, əgər video sizin xoşunuza gəldisə, kanala bəyənib abunə olmağı unutmayın.